Yeni bir masa almaq ideyam var idi, lakin köhnə masanı və şkafa atmadan öncə əlimdə olan imkanları necə dəyərləndirə bilərəm onu fikirləşdim. 3 layihə hazırladım. Birinci ümumiyyətlə çox bərbad idi. İkincinin rəflərini çox bəyənmədim. Mənə monitora qoymaq üçün yer lazım idi. Üçüncü isə istədiyim kimi ən ideal versiyada idi. Siz videonun gedişatını izləyərkən mən həm gedişat haqqında, həm də ümumi kanal haqqında bir qədər sizə məlumat verim. Kanalın əsas mahiyyəti ondan ibarətdir ki, siz burada həm təmir işlərini, həm əlimizdə olan müxtəlif materiallardan nələr düzəldə bilərik, onları görəcəksiniz. Ən bəsit işlərdən ən qəliz işlərə qədər bu kanalda görmək mümkün olacaq. Kanalda həm elektronika, həm özün düzəlt layihələri, həm təmir işləri, həm bəzək işləri görmək mümkün olacaq. Siz kanalı izləməyə davam edin. Ümumiyyətlə kanalın böyüməsinə kömək edin. Daha çox video gələcək. Gördüyünüz kimi artıq şkaf tamamilə sökülüb, sadəcə olaraq arxa hissəsi və yan hissəsi qalıb. Məqsəd ən qısa vaxtda, ən yaxşı halda və mənə ən az əziyyət verəcək formada işi görmək idi. Buna görə də şkafı tamamilə sökmədim. Şkafın iki böyük sol və sağ tərəfi var. Tərəflərdən birini həm dirək kimi, həm də ayaq kimi istifadə etmək qərarına gəldim. Demək olar ki, masanın əsas hissələri hazırdır. Burada tam hazır olan hissədə siz rəfləri və masanın sol tərəfini görmüş olacaqsınız. Hal-hazırda masanın iş hissəsini hazırlayıram. Yəni bir növ iş masası kimi bunu istifadə edəcəm. Yavaş-yavaş artıq masaya bənzəməyə başlayır. Həm də düşündüyümdən daha möhkəm, eyni zamanda uğurlu alınır. Bu sevindirici haldır, çünki bəzi problemlər çıxa biləcəyini, eyni zamanda taxtaların artıq köhnəldiyini, bəzilərinin isə istifadə yararsız olduğunu düşünmüşdüm. Bu səbəbdən narahat idim, amma görünən odur ki, düşündüyümdən daha yaxşı alınır hətta. Burada isə artıq rəfləri yığa biləcəyim bir hissə düzəltməyə çalışıram. Bir növ kiçik şkaf kimi olacaq. Kitablarımı və digər əşyalarımı həmin bu rəflərə yerləşdirmə niyyətindəyəm. Əvvəl ideyam 2 mərtəbəli rəf idi. Sonradan taxta sayının səhv hesabladığımı gördüm. Bu deməkdir ki, 3 mərtəbəli rəf hazırlaya bilərdim. Buna görə də fürsəti dəyərləndirdim və 3 mərtəbəli rəf hazırladım. Rəflər arasındakı məsafə təqribən 25 sm-dən ibarətdir. Bu ölçü kitablarımı nəzərə alıb
götürmüşəm. Çünki əsas kitablarım üçün yer olmalıdır. İşlər demək olar ki, bitmək üzrədir. Bir qədər möhkəmləndirmə işlərini həyata keçirirəm artıq. Ortalıq çox darmadağın olub, ona görə də bir qədər istirahət eləmək və hər şeyi yığışdırıb boyama işlərini keçirməyin vaxtıdır. Boyama prosesindən öncə masanı təmizləyirəm və boyamaya başlayıram. Masanın ilkin rəngi sarı mebel rəngində idi. Daha sonra mat qara rənglə boyamışdım. Bu dəfə isə fərqli olsun deyə bir parlaq boya seçmişəm. Boyanı qəsdən qalın qatlarla edirəm ki, çünki taxtalar köhnədir və bəziləri artıq xarab olmaq üzrədir. İstəyirəm səliqəli görünsün kənardan. Bu kanalda bu tip proyektlər həddindən artıq çox olacaq. Eyni zamanda siz kanaldakı digər videolara baxsanız, bir neçə özünüzə proyekti də görə bilərsiniz. Məsələn, bir neçə masa lampasını düzəltmişəm, fərqli stillərdə. Onlara da baxmağı məsləhət görürəm. Boyama prosesi həddindən çox uzun çəkdi. Əslində bu qədər uzun çəkəcəyini gözləmirdim. Bir qədər də məni yordu. Amma artıq işlər bitmək üzrədir və tamamlanmış versiyanı sizə göstərirəm. Boyanın tam qurumasını gözləmək üçün mənə 2 gün vaxt lazım oldu. 2 gündən sonra boya qurudu, əşyalarımı yerləşdirdim. Tam istədiyim kimi, necə xəyal etmişdimsə, necə proyektini qurmuşdumsa, necə Corel'da işləmişdimsə, eyni o formada da alındı. Fərqli oldu ki, mentalitet hər hansı bir tarixi dövrdə formalaşır, amma dəyər anlayışı isə son 100 ildə formalaşmış ola bilər. Biraz sonra sizə dəyərlərin xüsusiyyətləri haqqında danışacağım, onda nə qədər fərqli olduğunu... Yeri gəlmişkən bu masa lampasının videosu da kanalda var. İzlədiyiniz üçün təşəkkür edirəm. Hətta deyərdim, öz-özündən bir dəyər formalaşdırdığından səbəbini görəcəksiniz. Dəyərləri daha yaxşı